Hər gün yüzlərlə süfrədə olan konservləşdirilmiş məhsullar həm praktikliyi, həm də uzunmüddətli saxlama imkanı ilə çoxlarının menyusunda geniş istifadə olunur. Vaxtı məhdud olan hər kəsin mətbəxində bu cür məhsullara rast gəlmək mümkündür. Bununla belə, konservləşdirilmiş qidaların təhlükəsizliyi məsələsi zaman-zaman gündəmə gəlir və mütəxəssislər tərəfindən araşdırılır. Ət və balıq konservləri alırlarsa, onlar metal qablaşdırmada olurlar. İlk növbədə qablaşdırmanın formasına diqqət etməlidirlər. Yəni, qablaşdırmada hər hansı bir əzik, zədə və ya üzərində cızılma halları ola bilər. Təbii ki, bu daşınması prosesində də, qida məhsullarının daşınması prosesində də baş verə bilər bu cür mexaniki zədələnmələr, amma yenə diqqətli olmaq tövsiyə olunur. Digər tərəfdən konservləşdirilmiş qidaların tərkibinə əlavə edilən konservatlar, rəng qoruyucuları və digər kimyəvi maddələr də müəyyən hallarda sağlamlıq üçün risk yarada bilər. Xüsusilə mütəmadi şəkildə bu cür məhsullarla qidalanan şəxslərdə allergik reaksiyalar, mədə-bağırsaq problemləri və hətta müəyyən xroniki xəstəliklərin inkişaf ehtimalı yüksəkdir. Konservləşdirilmiş qida məhsullarının yoxlanılması digər qida məhsullarında olduğu kimi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları fəaliyyət göstərir. Həmin laboratoriyalara nümunələr götürülür və orada ən son texnologiya ilə laborator analizlər həyata keçirilir. Hər hansı bir uyğunsuzluq halları aşkar edildikdə isə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Qabların tam steril olmaması və ya konservin hava keçirmə qabiliyyətinin pozulması bu məhsulun zəhərlənməyə səbəb ola biləcək botulizm kimi təhlükəli bakteriyalarla yoluxmasına gətirib çıxara bilər. Məhsulun qablaşmasının tamlığı pozulubsa, hər hansı bir deformasiya, hər hansı bir çöl hissəsində açıq-aydın, xüsusən də qapağın pərçimlənmiş olduğu hissələrdə korroziya mövcuddursa, bambaş, yəni şişmə halları qablaşma materialında mövcuddursa, mütləq şəkildə satın alınmır. Bu, daxilində olan məhsulun xarab olmasına və ümumiyyətlə insan istehlakının yararsız olmasına xəbər verir. Vətəndaşlar deyək ki, marketdə konservləşmiş qida məhsulu alan zaman bu bayaq sadaladığım, qeyd etdiyim məqamlarla üzləşərlərsə, bu cür qida məhsullarının alınması tövsiyə olunmur, bu bir mənalı və təbii ki, bir qurum olaraq bizə yardım etmək məqsədi ilə və ya öz sağlamlıqlarını qorumaq məqsədi ilə Agentliyin 1003 çağrı mərkəzi var. 1003 çağrı mərkəzinə zəng edib öz şikayət və fikirlərini bildirə bilərlər. Ev şəraitində konservləşdirmə zamanı diqqət olunmalı bəzi məqamlar var. Diqqət edilməsi vacib olan əsas məqam istifadə olunan xamal məhsulları, yəni meyvə və tərəvəzlərin təmiz yuyulmasıdır. Üzərində torpaq dənəciklərinin qalması yol verilməzdir. Çünki botulizm deyilən çox geniş yayılmış bir qida zəhərlənməsi növü var. Botulizmə səbəb olan bakteriyalar torpaqda yaşayır və həmin bakteriyalar torpaqda meyvə və tərəvəzləri asanlıqla keçə bilir. Ona görə təmiz yuyulması tövsiyə olunur. İstifadə olunan materiallar, yəni qablar, qapaqlar təmiz şəkildə sterilizasiya edilməlidir. Nəticə etibarilə konservləşdirilmiş qidalar bizə rahatlıq və qənaət təklif etsə də, onların istifadəsində diqqətli olmaq vacibdir. Sağlam qidalanma yalnız yeməyin dadı və rahatlığı ilə deyil, həm də onun orqanizmə olan təsiri ilə ölçülür.